üçün də doğmadır, təbii ki də vətənimdə, amma yəni burada böyüdüyüm üçün Azərbaycan daha doğma gəlir də. Valideynlərim Azərbaycanda işlərlə bağlı gəlmişdilər. Sonra elə oldu ki, biz dünyaya gəldik, məktəb, dərslər. Ona görə də burada davam etmək seçdik. Bacımın adı Arzudur, qardaşlarımın adı Aydın, Emin, Məhəmməd. Qardaşlarım hərbi xidmətdə olublar. Biz burada Azərbaycanda yüngül yeməkləri öyrəşmişik də yemək. Pendir, belə, nə bilim, çor, çörək, şirin çay. Ora getdik ki, səhər-səhər düşmüşük bufetə. Nə olsa yaxşıdır bufetdə. Nə düyü, nə bilim, makaron, nə piraşkiyə oxşar, bulkalar falan. Amma onlar səhər ağır yemək. Öncə baxırdı, çox yemək yeyə bilmirdik səhər-səhər, yüngül yeyirdik. Orta məktəbə belə rus sektorunda təhsil almışam. Ali məktəbdə hal-hazırda rus sektorunda oxuyuram. Şəxsi məşqçimə yol gedirdik. Deməli, müəllim birdən qayıtdı ki, bax, Çinli qohumundur. Mən də belə fırlandım, belə baxdım ki, bir də gördüm əmimdir həqiqətən. Yaxınlaşdım, salamlaşdım. Müəllim şokda dedi ki, kimin yanına gedirsən? Mənim qohumumdur, əmimdir. Taekwondo'nun 2 növü var. Mən Pumse növündəyəm. Pumse kompleks hərəkətlərdir. Öz yarışları var. Azərbaycanın himni çalınanda qürur hissi duyuram. Və böyük həvəslə oxuyuram. Hədəfim dünya və qitə çempionatlarında Azərbaycan bayrağını ən ucalara qaldırmaqdır.